Baxın, ay millət, ay cəmaət, ay prezident. Bu Samux rayonundan, Goranboy rayonundan çəkilən kanaldır. Kür çayından. Kanalda su yoxdur. Samux rayonunun ərazisindən bu suyu kəsib aqroparka yönəldiblər. Bu illərdir bu su çəkiləndən, bu kanal çəkiləndən bu belədir. Bu 3 ay yaz, payız, yay bu kanala su gəlmir. Qışda bir 20 gün, 25 gün göndərirlər suyu, güya ki cəmaata gün ağlayırlar. Əgər bu su millətə gəlib çatmayacaqdısa da, milyardlarla pul niyə xərclənir? Aydan prezident. Deyirlər bu aqropark, Samux rayonundakı aqropark sizin ailəyə yaxın qohumlardır, oliqarxlar cəmaatı əzirlər. Müharibə vaxtı birinin evladı Qarabağ tərəfə qorxusundan baxmadı. Canımızı qoymuşum. Birinci Qarabağ müharibəsində bir qolumu itirmişəm. İkinci Qarabağ müharibəsində oğlumu qurban vermişəm. Bugün mənim əkirim yanır, mənim xərcim batır. Belə zulüm olmaz, belə dərd olmaz.